Apreldə də normadan artıq yağıntı olacaq. Temperatur 28 dərəcəyə qədər qalxacaq. Aylıq proqnoz açıqlandı. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən məlumata görə Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Azərbaycanın rayonlarında da havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı bildirilir. Bəzi rayonlarda havanın temperaturunun 28 dərəcəyə qədər isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir.